Hə, köhnələr. Deyirəm, vaxt var idi, mən Bayılda işləmişəm. Yəni Bayıl mənim demək olar ki, qəlbimin bir hissəsi olub da. O zamanlarda hələ Bayılda balca belə xırda kafelər var idi. Həmişə gedərdik orada, keyfiyyətli, ləzzətli yeməklər yeyərdik. Hələ indi də gəlmişəm həmən o kafelərdən birinə. Köhnələr buranı yaxşı tanıyar, Lilo kafesi. Gəldik bir dənə dəyərli yoldaşla, bu soyuq bir dənə qışın havasında, bir dənə ləzzətli bir dənə gürcü mətbəxdə bir dənə dad vuraq, neyi var? Zakuskamız sadənin sadəsi. Ah, bir dənə belə kələm, acika, bir də ki pendir. Ah, həngəl də gəldi masanın üstünə. Buna bax o, gör necə buxarı çıxır. Bax, bu soğuq havada. Qışın soyuğunda, soyuq havasında. Da bu da heç də bizim sevimli zoğal aramızda onun yanında. Bəh. Acikamız da yanında. Bax, bu da bunların gürcü xəngəlinin içi. Belə deyim də, pis dögür. Biraz yağlılığı azdır. Amma belə dadlıdır, yəni yemək olur. Deyirəm, hələ bu həngəl əgər də artıq yeyiriksə, bir sual vermək istəyirəm bilənlərə. Amma bilənlər yazsın ha. Gürcü xəngəlini yeyəndə onu neynən yeyirlər? Yəni bu başdan baş üstə deyirəm, bu acikadır, macikadır, hamısı ki gəlir masanın üstünə ya. Bunlar hamısı düzgün cavab deyir. Əsl Gürcülər, yəni xəngəl yaranandan Gürcüstanda olan kiçik xəngəlxanalarda neynən yeyirlər Gürcü xəngəlini? Bu sualın cavabına mən kommentari bölməsində sizin cavablarınızı gözləyirəm. Bu da o bildiyiniz kupatı. Baxın. Bu mən sizə deyim, çox yeməli bir şeydir ya. Yəni bunu yeyənlər bilərlər. Bu Gürcülərin mətbəxinə aid olan kupatı yeməyi çox belə bir yeməli bir şeydir. Deyirəm, yadımdan çıxdı. Bir də bu çubureki çəkmədim sizin üçün də, amma sizə deyim, heç də pis deyil ha. Düstüsü çıxmır. Amma ki, axırda bir dənə belə çuburek gəldi. Yəni ki, bu da bir məsləhətlidir. Bilirsiniz, bu cür yerlərdə oturanda, yəni ki, sırf belə autentik Gürcü mətbəxinə, yaxud hansısa bir mətbəxinə aid olan kafelərdə nəticədə həmən o mətbəxə aid olan nəsə bir fişka verilir də, elə bil ki, nəsə bir içki, nəsə bir yemək. İndiki bu halda fişka, həminki bu halda, yəni bu Lilo Gürcü restoranıdır. Başa düşürsünüz. Restoran demək olmaz bura. Əslində bir kafedir. Yəni köhnələrə, xanuşka, köhnələrə məxsus olan bir kafedir. Sonda da bura, bax bu cürünə belə ləzzətli bir dənə qəhvə, yəni kofe. Qəhvə sözü belə bir dəyər gəlməsin sizə. Mən neynim indi bu sözü mən fikirləşməmişəm ki, bu Azərbaycana aid olan bir sözdür, kofe deyə. İndi mən sizə həmən o kofeni göstərərəm. Посмотри, какой кофе. Я себе сейчас еще закажу. Ты попробуй. Саша уже выпил это кофе, да? Извините, Саша не хочет, чтобы его снимали, но голос вы его можете слышать. Вот такой кофе, да. Вот такой кофе. Хороший кофе. Hə, kofeni, qəhvəni gördünüz? Bax budur. Necə deyərlər? Ləzzətli bir kofedir. Yəni yeməkdən sonra nə qədər də o belə çaçadan, nə bilim şərabdan vursanız, həmən o qəhvə sizi belə yəni də dik eləyəcək. Digər necə deyərlər? Sərgüzəştlər üçün, priklüçenilər üçün yeyib içməkdən sonra da hansı priklüçenyalara gedirlər, hə? Onu da yazın ha, yazın şərh bölməsində. Bu qədər qəlbdən qəlbə.